Salam, bugün sizlərə 6-cı sinif dərsliyində 100-cü səhifənin izahını vermək istəyirəm. Burada bizim yeni bir qaydamız və həmçinin buna aid bir neçə çalışmamız vardır. Deməli, ilk öncə qaydamızın izahı ilə başlayaq. Connectors bağlayıcılar deməkdir. Gördüyünüz kimi qaydamız cədvəldə 4 yerə bölünübdür. Addition, opposition, consequence, bir də time. Yəni, əlavə etmə bağlayıcısı. Əlavə etmə bağlayıcısı, yəni yeni bir fikir, yeni bir məlumat əlavə edilir. Burada biz and bağlayıcısını misal verə bilirik. Daha sonra opposition əks ziddiyyət deməkdir. Biz bura but və however bağlayıcılarını misal verə bilirik. Bu da but ancaq deməkdir, however isə baxmayaraqçı deməkdir. Consequence, yəni nəticə bildirən bağlayıcımız isə so'dur. So beləliklə deməkdir, hansısa bir işin nəticəsini bildirmək üçün istifadə olunur. Time isə vaxt bildirən bağlayıcıdır. Bunlar da after, before, yəni əvvəl, sonra bağlayıcılarıdır. Deməli, nümunələrimizə baxaq, daha da aydın olsun. There is some cloudy weather moving in. Deməli, biraz buludlu hava yaxınlaşır. And there is light rain in the afternoon və günorta yüngül yağış olacaq. Burada görürsünüz, and-lə bağladıq. Yeni bir fikir əlavə olundu. Davam edirik opposition-la. Opposition, yəni əks ziddiyyət bildirən bağlayıcı deməkdir. I want to go for a walk by the river later. Mən daha sonra çay kənarında, çay qırağında və yaxud da çay yaxınlığında həmçinin gəzintiyə çıxmaq istəyirəm. Oh, but don't get too excited. Çox da ümidlənmə, ancaq çox da ümidlənmə. We have the perfect weather for a walk. Deməli, gəzinti üçün çox gözəl hava var. However, baxmayaraq ki, that all changed in the afternoon. Amma baxmayaraq ki, hava günorta tamamilə dəyişiləcəkdir. Gördünüz, ziddiyyət bildirdim. Daha sonra consequence, yəni nəticə bildirən bağlayıcımız. Bu da so'dur. There is possibility of snow showers, so don't forget to get your winter coat. Deməli, günorta sulu qar, snow showers sulu qar deməkdir. Sulu qar yağma ehtimalı vardı. Beləliklə, qış paltonu götürməyi unutma. Deməli, so burada tam da yerindədir. Daha sonra baxırıq time'a, yəni after, before. Don't forget to get your winter coat. Deməli, qış paltonu götürməyi unutma. You go out before you go out tomorrow evening. Deməli, sabah axşam evdən çıxmamışdan, çölə çıxmazdan əvvəl qış paltonu götürməyi unutma. Daha sonra after all that rain weather yesterday, dünənki yağışlı havadan sonra I know everyone is a bit worried. Bilirəm ki, hər kəs biraz narahatdır. Daha sonra baxırıq çalışma 2-yə. Çalışma 2-də I was worried about the weather yesterday. Mən dünən havaya görə narahat idim. But in the end, it was okay. Amma sonda hər şey yaxşı oldu. I got home before the snow. Mən evə qardan əvvəl çatdım. Daha sonra baxıram ikinci cümləmizə. The weather was horrible last weekend. Deməli, keçən həftə hava dəhşətli idi. So I stayed at home and played board games. Deməli, deyək ki, beləliklə mən evdə qaldım və stolüstü oyunlar oynadım. Daha sonra baxıram üçüncü tapşırığımıza. I checked the weather on my cell phone. Mən havanı telefonumdan yoxlayıram. Before I leave for school every morning. Hər gün məktəbə getməzdən əvvəl. Deməli, burada da before olmalıdır. Daha sonra baxıram 5-ci testimizə. It's a bit cloudy now. İndi hal-hazırda biraz buludludur. Baxmayaraq ki, however, the app says it's sunny. Baxmayaraq ki, proqram deyir ki, əslində günəşli veribdir, amma hal-hazırda buludludur. Düzgün cavabımız oldu, however. Baxıram 3-cü tapşırığımıza, yenə də bağlayıcıları yazmalıyıq. Hi, I arrived in Berlin today. It is awful here. Deyir, deməli, salam, mən bugün Berlinə çatdım. Burada hava dəhşətlidir. It is snowy and windy. Qarlı və küləklidir. Daha sonra, yeah, I'm staying at a hotel this evening. Bəli, mən bu axşam hoteldə qalıram. But the weather looks good tomorrow, so I can explore the city then. Amma hava sabah yaxşı görünür. Beləliklə, mən sabah yəni şəhərə çıxıb gəzə bilərəm. Daha sonra, great, but don't forget to check the weather before you leave the hotel. Əla, amma sən oteldən çıxmazdan əvvəl havanı yoxlamağı unutma. Deməli, burada da before olacaqdır. Bu biri isə sizə aid olan bir tapşırıqdır. Burada explore sözünün sinonimini, yəni definitionunu veribdir. Discover, kəşf eləmək, yəni şəhəri kəşf edə bilərəm. Bu qədər.
Növbəti videolarımda davamını izah edəcəm. Sağ olun.